Salam əziz xanımlar, bugün HPV virusunun yayılma yolları haqqında məlumat verəcəm. Xanımlar çox müraciət edirlər ki, doktor, məndə HPV virusu var, zil var və yaxud da hər hansı bir yüksək risk qrupu var. Mən bu virusu evdə övladlarıma keçirə bilərəmmi? Və yaxud da ki, hər hansı məişət əşyalarından keçə bilərmi? Tualetdən keçə bilərmi? Bu yolla HPV virusunun keçilməsi varmı? Əziz xanımlar, HPV virusu dəri-dəri kontaktı və cinsi yolla keçən virusdur. Hər hansı bir məişət vasitəsilə keçilməsi təyin olunmuyor. Ona görə də narahat olmayın. HPV virusunun yüksək risk qrupu varsa, bunu siz övladlarınıza heç bir yolla keçirə bilmərsiniz. Yalnız əlinizdə zil varsa, uşağınıza təmas edən zaman onun dərisində də hər hansı bir çatlar olarsa, həmin zilin əlinizdən onun bədəninin hər hansı bir hissəsinə keçilməsi müşahidə oluna bilər. Genital kandilomalar, bunlar isə zillər, genital zil kandilomalar isə, bunlar isə ümumiyyətlə yoluxma bu yolla mümkün deyil. Yalnız dəri-dəri kontakt olmalıdır, yəni dəri-dəriyə toxunmalıdır. Və eləcə də hansı ki zilli dəri, belə deyim, dəriyə toxunmalıdır və HPV virusunun yüksək risk qrupları üçün də əlbəttə ki, cinsi yolla keçirmə yolu olmalıdır. Yəni ona görə bu virus olan zaman evdə gərginləşməyin, övladlarınızdan uzaqlaşmayın. Bu virus bu yollarla keçməz. Hər birinizə sağlamlıq arzu edirəm.